Cullinan tarixdə tapılmış ən böyük almaz daşının adını daşıyır və o 3100 karatdır və hal-hazırda Britaniya Kral Tac Cəvahirləri muzeyində saxlanılan ən bahalı almazlardan biridir. Bu Cullinan da elə böyükdür, əzəmətlidir və sizin də avtomobil kolleksiyasının içərisində bir almaz kimi parıldayacaq. Standart Cullinan deyir ki, mən hər yerdəyəm. Amma Black Badge Cullinan deyir ki, çəkilin, mən gəlirəm. Bu, Rolls-Royce sahiblərinin ən yaxşı fan oyuncaqlarından biri ola bilər. Rolls-Royce Cameo fransız dizaynerlər tərəfindən hazırlanıb və burada ağac, metal işləmələr təbii ki öz yerində və ən fərqləndirici xüsusiyyət nədən ibarətdir? Elə Rolls-Royce'da olduğu kimi təkərlər fırlananda RR adı elə mərkəzdə dəyişmədən qalır. Bir oyuncaq kolleksiyanız varsa, Cameo onu bəzəyə bilər. İl 2013, Los Angeles, Beverly Hills bir Rolls-Royce tədbiridir və bütün müştərilər ora gəlirlər və bu zaman bir avtomobil diqqəti cəlb edir. Rolls-Royce Phantom Coupe hər bir şeyi qaradır, hətta Spirit of Ecstasy belə qara rəngdə rənglənib və bu avtomobilin sahibi bir həkim idi. Görüş zamanı ondan niyə görə avtomobili bu cür qara rənglədiyini soruşanda o deyir ki, mən gündüzlər işləyən bir həkiməm, bir rutinim var, amma həftə sonu həkim olmaq istəmirəm, həftə sonu başqa bir adam olmaq istəyirəm və mənim avtomobilim məni ifadə etməlidir. Və 2013-dən 2006-cı ilə qədər məhz Rolls-Royce'da belə bir fikir var idi. Görəsən biz avtomobili tam qara rəngdə rəngləməliyikmi və ya qara ruh verməliyikmi? Black Badge-in hazırlanması zamanı əsas mübahisə məhz Spirit of Ecstasy-nin qara rəngə rənglənməsi idi. Çünki 1911-ci ildən bu yana bu simvol Rolls-Royce'un bir tanrısı idi və bu bir tabu idi. Tanrını rəngləmək istəmirdilər. Amma Rolls-Royce CEO-su qalib gəlir və deyirlər ki, əgər biz Black Badge ediriksə, burada qara olacaq. Spirit of Ecstasy fiquru necə qara rəngə boyanır? Onu sadəcə boyamırlar. Bu bir sənaye texnikasıdır. Ənənəvi xrom üzərinə, prosesinə bir xrom elektrolit də əlavə olunur. Bu elektrolit paslanmaz polad substratı üzərində eyni anda tökülür və nəticədə mirror black xrom finish alınır. Yəni hər bir hissə əl ilə cilalanır. Bu təbəqənin qalınlığı nə qədərdir? 1 mikrometr. İnsan tükünün eninin %1-i qədər. Bununla bağlı maraqlı bir hekayə var. Deyir ki, kutiriyerlərdə qara rəng var idi. Qara rəngli kostyum, qara rəngli köynək, qara rəngli gecə geyimi. Amma tam qara saat yox idi. Tam qara təyyarə yox idi. Tam qara yaxta yox idi. Və Rolls-Royce bunu edərək bizə həm də qaranlıq tərəfin bir seçim olduğunu göstərir. Və Rolls-Royce bununla uduzmadı. Böyük bir riskə girdilər əslində, uduza da bilərdilər. Amma satış nəticələrinə baxanda görünür ki, Rolls-Royce alanların 27%-i Black Badge alır. İndi sual yaranır ki, Black Badge-də olan boya necə bir boyadır? Deməli, Cullinan rənglənən zaman burada 45 kiloqram boyadan istifadə olunur. Elektrostatik yüklənmiş kuzaya bu rəng vurulur, sobada qurudulur, daha sonra 2 qat lak çəkilir və 3,5 saat ərzində 4 nəfər bu avtomobili cilalayır. Kütləvi istehsalatda bu cür avtomobil rənglənməsi yoxdur. Məhz Rolls-Royce-u digərlərindən fərqləndirən də budur. Nəticədə biz daha dərin qatları olan rəng kimi görürük. Yəni, ola bilsin ki, görüntüdə biz onu sadə boz kimi görürük. Günəş altında, qaranlıqda bu rəng artıq oynamış olur və bu da təbii ki, bir avtomobilə sərf olunan o rəngin və zamanın nəticəsindədir.
Black Badge Cullinan 2019-cu ildə təqdim ediləndə Rolls-Royce tarixində ilk rəngli əylək kalibri idi. Bu elə belə deyil, xüsusi yüksək temperatur boyasıdır. Gücləndirilmiş əylək sistemi zamanı yaranacaq istiliklə dözəcək şəkildə işlənib. Eyni zamanda Rolls-Royce'un mükəmməl səthi ilə uyğun şəkildə rənglənir. İndi bizdə olan versiyada panorama dam görmüş oluruq, amma başqa bir versiyada burada ulduzlar var. O ulduzlar təbii ki Rolls-Royce'un digər modellərində də var, amma Cullinan'da bu biraz fərqlidir. Nədir fərq? Fərq ondan ibarətdir ki, burada 1344 fiber optik işıq var, onlardan 8-i axan ulduz effektidir. Və o axan ulduz effekti məhz qarşıda oturan sürücü və sərnişinin başı üzərindədir. Bunu təsadüf eləməyiblər, çünki bu avtomobil sərnişin yox, sürücü mərkəzli bir avtomobildir. Maraqlı məqam Spirit of Ecstasy Clock kabinetinə bağlıdır. Bu sadəcə saat deyil, paslanmaz poladdan hazırlanmış, altdan işıqlandırılan Spirit of Ecstasy figurudur. Qapını açıb içəri girəndə əvvəlcə bir güclü spot işığı kimi parıldayır, sonra yavaş-yavaş yumuşaq parıltıya keçir, sanki o sizə xoş gəldiniz deyir. Texniki spesifikasiyasına görə 4 il inkişaf müddəti var, yəni analog saatçılarla rəqəmsal ustalar birgə bunu hazırlayıblar. Biz arxa oturacaqdayıq və Cullinan'a oturduğun zaman bir İngilis avtomobildə oturduğunu hiss edirsən. Yəni detallarda, yanaşmada, məsələn onlardan biri waterfall bölməsidir. Bizdə olan avtomobilin lounge versiyasıdır. Burada Infinity simvolu tikilmiş olur. Digər versiyalarda alüminium üzərində 4 qat lakın altında gizlədilmiş bir Infinity işarəsi olur və bu nə üçündür? Bu arxada oturan 2 nəfərin çox rahat formada yolunu davam etməsi üçündür və bu avtomobil sürücü üçün nəzərdə tutulub. Amma sərnişin üçün də ideal bir ortam yaradılıb. Yəni Cullinan ən böyük bir almazın adıdır. Bu da lüks segmentində ən güclü, ən böyük və ən rahat avtomobildir. Sual yarana bilər ki, Black Badge Cullinan nədir? Black Badge Cullinan gecənin padşahıdır. Yəni bu salonun rəngindən və ab-havasından da bu hiss olunur. Bu bir gecə avtomobilidir. Əzəmətli uzunluq 5,3 metr olan uzunluq getdiyi yerdə kral olduğunun göstəricisidir. Belə bir söz var, deyir, Black Badge öz zirvəsinə məhz Cullinan'dan çatıb. Biz burada 512 Nm fırlanma anı, V12 mühərrik, Magic Carpet Ride, yəni eyni Ghost'da olduğu kimi eyni texniki xüsusiyyətləri görmüş oluruq. Amma Cullinan'ın bir dənə çox əsas fərqi var. Cullinan'ın digərlərindən əsas fərqlərindən biri odur ki, siz bu avtomobillə həm də dağlara qalxa bilərsiniz. Bir yolsuzluq avtomobili kimi də istifadə edə bilirsiniz. Avtomobilin gücü buna imkan verir. Biz yekunlaşdırsaq Black Badge seriyasında Black Badge Spectre, Black Badge Ghost, Black Badge Cullinan. Bilirsiniz, Cullinan söhbətimizin əvvəlində dediyimiz kimi o deyir ki, yol verin, mən gəlirəm. Və o bir qaranlıq tərəfin seçimidir. Siz hansı tərəfi seçirsiniz?